Mən Cəlal Rzayev, Fizika Riyaziyyat İnformatik Təmayüllü liseyin 11-ci sinif şagirdiyəm. Mənim riyaziyyata uşaqlıqdan marağım olub və bağça vaxtlarından riyaziyyat və məntiqlə bağlı bir çox kitablar işləmişəm. Bir çox yerli və beynəlxalq olimpiyadalarda iştirak etmişəm. Məsələn, IMO, Kopernik və International Math Challenge kimi prestijli olimpiyadalarda iştirak etmiş və medal qazanmışam. Bu olimpiyadaların mənim üçün ən əhəmiyyətli olanı Cənubi Koreyada keçirilən IMO-nun final turu olmuşdur. Bu olimpiyada mənim üçün önəmlidir, çünki orada 20-dən çox ölkə arasında öz yaş kateqoriyam üzrə birinci yer qazanmışam və mən birinci yer qazandığımı eşitdiyimdə bu həm mənə, həm də öz ailəmə sürpriz oldu. Orada səhnəyə qürurla və fəxrlə çıxıb öz bayrağımızı dalanda çox həyəcanlı idim və çox sevinmişdim. Həmçinin biz Koreyada olimpiyadadan başqa ora gəzməyə də getdik və oranın tarixi yerlərini gördük və mədəniyyəti və insanları ilə tanış olduq və bu mənim üçün çox gözəl və unudulmaz bir an olmuşdu. 5-6 il əvvəl mən girdiyim ilk imtahanlarda stres yaşayırdım, amma daha sonradan yaş keçdikcə mən stressi dəf etməyi bacardım və stressin çox da böyük bir problem olmadığını gördüm və bunun sayəsində də bir çox yarışmalardan və olimpiyadalardan uğurla nəticə əldə etdim. Gələcək planlarım daha yaxşı yerdə, daha yaxşı təhsil almaqdır. Mən karyeramı Computer Science və riyaziyyat üzrə qurmağı planlaşıram. Gələcəkdə ilk növbədə özümə, valideynlərimə və ölkəmə faydalı bir insan olmaq istəyirəm. Boş vaxtlarımı musiqiyə həsr edirəm və özüm də musiqiyə qulaq asmaqdan və musiqi ifa etməkdən həzz alıram. Pianoda və gitarada ifa edə bilirəm. Bunlardan savayı mən şahmat oynamağı da xoşlayıram və boş vaxtlarımda həmişə dostlarımla və yaxud ailəmlə bir yerdə şahmat oynayır və vaxtımı yaxşı dəyərləndirirəm. Olimpiyadalara maraq olan və iştirak etmək istəyən gənc uşaqlara tövsiyəm odur ki, çox çalışsınlar və vaxtlarını düzgün dəyərləndirsinlər. Çünki əgər vaxtlarını düzgün dəyərləndirməsələr, gələcəkdə bir çox istədikləri şeylərdən məhrum ola bilərlər və ən əsası bir olimpiyadadan uğursuz nəticə əldə etdikdə motivasiyadan düşməsinlər və özlərinə bir məqsəd qoyub digər olimpiyadalara daha yaxşı çalışsınlar. Hər birinizə uğurlar.